Pilotsuz taksidə heç getmisiniz? Getməmisinizsə gəlin bizlə bir yerdə gedək. Hələlik Guangzhou'da deyil, Guangzhou'nun yanındakı Guangzhou'a aid olan Nansha şəhərindədir. Bütün şəhərdə istifadə olunur, amma Guangzhou şəhəri çox sıx olduğu üçün hələlik istifadə olunmur. Daha doğrusu istifadə olunur, amma məhdud yerlərdə. Bu arada şirkətin adı Pony AI robot taksidir. Biz gəldik, çatdıq. Basıram open the door. Gələn görüşlərə qədər. Sağ olun. Bay bay.